Salam, hər birinizi salamlamaq çox xoşdur. Bugünkü dərin təhlilimizdə rəqəmsal həyatımızın düz mərkəzində dayanan, lakin əksəriyyətimizin yalnız nəsə səhv gedəndə xatırladığı bir prosesi araşdıracağıq. Yəni adətən işlər qaydasında gedəndə heç kimin ağlına belə gəlməyən bir şeydir bu. Ay sağ ol, tam olaraq elədir. Sən, mən və əslində hamımız hər gün onlarla mürəkkəb tətbiq istifadə edirik. Məlumat bazaları ilə əlaqə quran, fərqli API-lar üzərindən məlumat çəkən, nə bilim bank hesablarımızı idarə edən sistemlərdən danışırıq. Hə, və bu sistemlər o qədər sürətli işləyir ki, arxadakı o nəhəng mexanizmi unuduruq. Düzdür. Bəs bu qədər mürəkkəb arxitekturaların necə belə ravan, çökmədən və xətasız işlədiyini heç düşünmüsənmi? Təbii ki, sən bu sahənin içindəsən və ya ən azından texnologiyanın necə işlədiyinə maraqlanırsan. Ona görə də bilirsən ki, arxada heç bir sehir falan yoxdur. Sehir yoxdur, amma çox ciddi bir əmək var. Bəli, bunun arxasında Quality Assurance, yəni keyfiyyət təminatı adlanan nəhəng bir mühəndislik prosesi dayanır. Və bugün əlimizdə xüsusi bir mənbə var. Deməli, QA sahəsinə yeni başlayan intern və junior mütəxəssislər üçün hazırlanmış mühazirə qeydləridir bu. Aha, əslində çox fundamental bir mənbədir. Bəli, və sən indi dinləyici kimi düşünə bilərsən ki, mən artıq bu sahənin əsaslarını bilirəm. Junior qeydləri mənə nə verəcək? Amma məsələ də elə burasındadır. Bəzən ən mürəkkəb sistemlərin fəlsəfəsini anlamaq üçün onları ən təməl səviyyədə necə izah etdiklərinə baxmaq lazımdır. Gəlin bunu aydınlaşdıraq. Mütləq, çünki əsasları anlamadan o böyük mənzərəni görmək çətindir. Əlimizdəki mənbə QA-in əslində nə olduğunu izah etmək üçün bizim kimi rəqəmsal dünyanın adamlarına bir qədər qəribə gələ biləcək bir metaforadan istifadə edir. Çörək bişirmək. Bəli, ilk baxışda mikrosistemlər, kod bazaları və serverlərlə çörək xəmiri arasında əlaqə qurmaq biraz bəsit səslənə bilər. Hə, yəni mən kodu yazıram, sən isə xəmir yoğurursan. Elədir. Amma əslində bu müqayisə yeni başlayanlara QA fəlsəfəsinin sadəcə xəta tapmaqdan ibarət olmadığını izah etmək üçün mükəmməl vasitədir. Biz çox vaxt proqram təminatının test edilməsini yekun məhsulun üzərindəki səhvləri axtarmaq kimi düşünürük. Yəni, çörək bişib, sobadan çıxıb və biz kənarı yanıbmı deyə baxırıq. Tamamilə. Amma mənbə qeyd edir ki, əsl keyfiyyət təminatı bu deyil axı. Təsəvvür edin, evdə dadlı bir çörək bişirmək istəyirsiniz. Əgər onu əvvəlcədən ələyib yoxlamırsınızsa, içində yad maddə qalıbsa, xəmiri düzgün temperaturda yoğurmur və sobanın istiliyinə nəzarət etmirsinizsə, yekun nəticə onsuz da pis olacaq. Ay sağ ol. Yəni, sən son məhsulun dadına baxıb bu pisdir deməklə keyfiyyəti təmin etmirsən. Sən sadəcə uğursuzluğu qeydə alırsan. Bu artıq çox gecdir. Burada ən heyran edici məqam odur ki, QA eynilə o çörək misalındakı kimi prosesin ən əvvəlindən, hələ heç bir sətir kod yazılmamışdan başlayır. Bu, qoruyucu bir sistemdir. Aha, qoruyucu sistem. Bəli. Əgər proqram təminatında bir xəta istifadəçiyə, yəni sənə və ya mənə çatırsa, deməli QA prosesi haradasa qırılıb. Bizim mühazirə qeydləri çox gözəl vurğulayır ki, QA mütəxəssisləri kənarda dayanıb proqramçıların səhv etməsini gözləyən polislər deyil. Çox vaxt elə bilinir, amma yox. Onlar xəmirin sadəcə bişməsini yox, eyni zamanda istifadəçinin o çörəyi yeyərkən zəhərlənməməsini, həzm edə bilməsini, yəni proqramın təhlükəsiz, istifadəsi rahat və qoyulan biznes tələblərinə tam uyğun olmasını təmin edən arxitektorlardır. Çox gözəl izahdır. Amma gəl reallıqdan danışaq. Fəlsəfə öz yerində. Bəs bu proses praktiki olaraq necə baş verir? Mənbəyimiz bunu çox aydın şəkildə iki cəbhəyə bölür. Manual, yəni insanın əli ilə etdiyi testlər və avtomatlaşdırılmış testlər. Automation deyirik buna. Aha, sənayenin iki əsas qolu. İndi biz süni intellektin kod yazdığı CCD proseslərinin, yəni o, davamlı inteqrasiya və çatdırılmanın, saniyələr içində serverlərə yenilənmə göndərdiyi bir dövrə yaşayırıq. Bəs niyə kiməsə maaş verək ki, otursun və saatlarla bir proqramın düymələrini əl ilə bassın? Manual testin hələ də var olması biraz arxaik səslənmirmi sənə? Çox haqlı bir sualdır. Hətta bir çox texnologiya rəhbərləri də tez-tez bu tələyə düşürlər. Deyirlər ki, gəlin hər şeyi avtomatlaşdıraq və insan faktorunu aradan qaldıraq. Bəli, xərcləri qısaq filan.
Bəli, sən kompüterə öyrədə bilərsən ki, istifadəçi adını və şifrəni yazsın, düyməyə bassın və sistemə daxil olub-olmadığını yoxlasın. Kompüter bunu səndən 100 dəfə daha sürətli edəcək. Saniyənin mində biri qədər sürətlə, bəlkə də. Təbii ki. Amma kompüter o düymənin rənginin, arxa fonla eyni olub-olmadığını, yəni istifadəçinin o düyməni ümumiyyətlə görüb-görmədiyini anlaya bilməz. Yəni empatiya və vizual qavrayış məsələsi. Təsəvvür et, şifrəni səhv yazırsan və ekrana çox aqressiv, qırmızı rəngdə böyük hərflərlə səhv şifrə yazısı çıxır. Hə, adam az qala qorxudur. Ay sağ ol. Avtomatlaşdırılmış skript sadəcə baxır ki, xəta mesajı çıxdımı? Çıxdı, test uğurludur. Amma manual test edən insan dərhal hiss edir ki, bu dizayn və bu ton istifadəçini qorxuda və ya qıcıqlandıra bilər. Heç bir skriptlə tam əvəz oluna bilməz. Şifrəni görmək üçün o kiçik göz işarəsinə basanda, yaxud kursoru harasa aparanda yaşanan o kiçik gecikmələr, bunları yalnız insan təcrübəsi tuta bilir. Çünki insan emosional varlıqdır, maşın yox. Lakin təbii ki, insanın da öz limitləri var. İnsan yorulur, diqqəti yayınır və təkrar işlərdən bezir. Və məhz burada mühazirəmiz avtomatlaşdırılmış testlərin gücünü ortaya qoyur. Burada məsələ həqiqətən də maraqlı bir hal alır. Çünki mənbəmizdə regresiya testi, yəni regression testing adlanan bir qarabasmadan bəhs edilir. Sən və mən bilirik ki, proqramlaşdırmada ən böyük qorxu yeni bir funksiya əlavə edərkən köhnə, mükəmməl işləyən başqa bir funksiyanın sıradan çıxmasıdır. O qədər çox olur ki bu. Təsəvvür elə, sən səbətə yeni bir promokod əlavə etmək funksiyası yazırsan, birdən görürsən ki, istifadəçinin profil şəkli yoxa çıxıb. Heç bir əlaqəsi yoxdur əslində. Amma kod bazası belədir. Hər şey bir-birinə bağlıdır. Məhz buna görə avtomatlaşdırma həyati əhəmiyyət daşıyır. Təsəvvür eləyin ki, 10 minlərlə funksiyası olan bir bank tətbiqiniz var. Hər dəfə kiçik bir dizayn dəyişikliyi edəndə bütün o 10 minlərlə funksiyanı əl ilə yenidən yoxlamaq qeyri-mümkündür. Buna aylar lazımdır bəlkə də. Bəli, mənbəli Selenium kimi alətlərin necə işlədiyini izah edir. Sən əslində bir robot istifadəçi proqramlaşdırırsan. Gecə komanda yuxuda olanda o skriptlər serverdə işə düşür, bütün tətbiqi başdan ayağa klikləyir, məlumatlar daxil edir, silir, köçürür. Yorulmadan, şikayət etmədən. Eynən, səhər mühəndislər ofisə gələndə qarşılarında filan yeni kod köhnə ödəniş sistemini xarab etdi deyən dəqiq bir hesabat görürlər. Deməli, qızıl qayda belədir. İnsan yeni yaradılan funksiyanı kəşf edir, hiss edir, məntiqini yoxlayır, hər şeyin düzgün işlədiyinə əmin olduqdan sonra isə o prosesi avtomatlaşdırır ki, gələcəkdə kompüter onu yorulmadan hər gecə yenidən yoxlasın. Yəni, onlar rəqib deyillər. Xeyr, çox güclü bir tandemdilər. Yaxşı, gəlin indi biraz da dərinə gedək. Mənbəmiz proqramın test növlərini anlamaq üçün onları çox aydın iki böyük konseptə ayırır. Nə və necə? Yəni, funksional və qeyri-funksional testlər. Gəlin əvvəlcə proqramın nə etdiyinə baxaq. Funksional testlər bir növ proqramın verdiyi vədləri tutub-tutmadığını yoxlayır. Bəli, bu nə? Sualı əslində 4 pilləli bir arxitekturadan ibarətdir. Ən təməl, ən kiçik səviyyə unit testing, yəni vahid testidir. Təsəvvür edin ki, böyük bir saat mexanizmi yığırsınız. Vahid testi o mexanizmdəki ən kiçik dişli çarxın tək başına fırlanıb-fırlanmadığını yoxlamaqda. Çox gözəl analogiyadır. Mühazirə qeydlərində sadə bir toplama funksiyası nümunəsi var. Kod 2 və 3-ü toplayıb 5 qaytarmalıdır. Əgər 5.1 qaytarırsa, deməli təməl səhvdir. Və maraqlısı odur ki, bu testləri adətən QA mühəndisləri deyil, kodu yazan proqramçıların özləri tətbiq edirlər. Amma biz bilirik ki, proqramlaşdırmada ən böyük baş ağrısı bu fərqli dişli çarxların, yəni kiçik hissələrin bir-biri ilə danışmağa başladığı anda. Və məhz burada ikinci pillə, integration testing, yəni inteqrasiya testi dövrəyə girir. Çünki iki modul ayrı-ayrılıqda mükəmməl işləyə bilər, amma onları birləşdirəndə məlumat axını qırıla bilər. Düzdür. Məsələn, istifadəçi qeydiyyatdan keçir, bu bir moduldur. Sonra ödəmə edir, bu başqa moduldur. Bəs ödəniş məlumatı düzgün istifadəçinin profilinə yazılırmı? E-ticarət saytında səbətə atdığım məhsul mən sifarişi təsdiqləyəndə ambardan çıxılırmı? Yoxsa yolda hər hansı məlumat itkisi yaşanır? Bu inteqrasiya mərhələsini uğurla keçdikdən sonra isə artıq böyük mənzərəyə baxırıq. Üçüncü addım system testing, yəni sistem testidir. Buna bəzən end-to-end, ucdan uca sınaq da deyilir.
burada artıq fərdi modullar yox, bütöv proqram sınağa çəkilir. Bəli, burada artıq modullar yox, bütöv bir ekosistem sınaqdan keçirilir. Bizim proqram fərqli əməliyyat sistemlərində, fərqli şəbəkə sürətlərində və ən əsası real bir məlumat bazası ilə tam təmasda necə işləyir? Məsələn, sayta girdiniz, məhsul seçdiniz, kredit kartı məlumatlarını yazdınız, bankdan təsdiq gəldi və sizə elektron qəbz göndərildi. Bütün bu zəncir heç bir halqa qırılmadan işləməlidir. Eynən elə. Və nəhayət 4-cü addım, final mərhələsi. Exception testing, yəni qəbul testi. Bu bir növ bütün testlərin atasıdır. Çünki burada son sözü proqramı sifariş verən müştəri və ya real son istifadəçi deyir. Hər şey texniki olaraq mükəmməl işləyə bilər. Amma müştəri proqrama baxıb, mən bunu istəməmişdim, mənim biznes məntiqimə uyğun deyil, deyə bilər. O qədər olur ki, belə hallar. Sən aylarla kod yazırsan, amma müştəri deyir ki, bu mənim istədiyim deyil. Bəli. Əgər qəbul testi uğurla bitirsə, biz artıq əminliklə deyə bilərik ki, bəli, proqram nə etməli idisə, onu edir. Lakin iş bununla bitmir. Çünki proqramın vəd etdiyi işi görməsi hələ onun uğurlu olması demək deyil. İndi keçirik tənliyin ən qəddar tərəfinə, qeyri-funksional testlərə. Yəni, proqram bunu necə edir? Sürətlidirmi? Təhlükəsizdirmi? Altında əziləcəyi bir yük varmı? Testlər tətbiqi rəfdəki adi bir proqramla milyonlarla insanın problemsiz istifadə etdiyi bir məhsula çevirir. Mənbəmizdəki performans testi nümunəsinə, xüsusən də bilet satışı ssenarisinə baxaq. Bütün funksional testlər uğurludur, mən bir bilet seçib ala bilirəm, amma təsəvvür edin ki, şəhərdə çox məşhur bir qrupun konserti olacaq və biletlər onlayn satışa çıxır. Bütün şəhər o sayta girməyə çalışır eyni anda. Bəli, satışın başladığı ilk saniyədə sayta eyni anda 100 yox, 50 min nəfər daxil olur. Server bu yükə necə tab gətirəcək? Bu klasik load testing, yəni yük testi məsələsidir. Sistemdən gözlənilən normal və ya maksimum ziyarətçi sayını simulyasiya etmək. Amma mənbəmiz daha maraqlı bir konseptdən, stres testingdən də bəhs edir. Stres testi biraz sadomazoxist bir yanaşmadır, mən deyərdim. Bəli, məqsəd sistemi sındırmaqdır. Düzdür. Sən bilərəkdən sistemi o qədər yükləyirsən ki, çöksün. Məqsədin onun nə vaxt çökməsini və ən əsası çökəndən sonra necə bərpa olmasını yoxlamaqdır. Konsert bileti alan o 50 min nəfərin ortasında server donub qalarsa, insanların bank kartından pul çıxılıb bilet verilməsə, bu təkcə texniki xəta yox. Böyük bir reputasiya böhranıdır. Ay sağ ol, şirkət üçün fəlakətdir. Reputasiya böhranı demişkən, qeyri-funksional testlərin ən kritik qanadı təhlükəsizlik, yəni security testingdir. Bugün proqramlarımızın içində həyatımız, pullarımız, şəxsi şəkillərimiz var. Mənbəyimiz xüsusilə yeni başlayanlara kiber hücumların məntiqini izah etmək üçün SQL injection nümunəsini verir. Bəli, bu dəhşətli dərəcədə sadə, amma yıxıcı bir hücum növüdür. Təsəvvür et, sən adi bir istifadəçi kimi giriş səhifəsində adını yazmalı olduğun yerə admin, tək dırnaq və 2 tirey kimi xüsusi verilənlər bazası kodları, simvolları yazırsan, parollarına çıxış əldə edirsən. QA mühəndisləri bu mənada həm də etnik hakkerlər, ethical hackers kimi düşünməlidirlər. Sistemi sındırmağa çalışmalısan ki, sabah əsl hacker gələndə o boşluqları artıq bağlamış olasan. Tam olaraq. Daha bir şey də var. Daha bir maraqlı qeyri-funksional test növü isə usability, yəni istifadəyə yararlılıq testidir. Çünki tətbiq çox sürətli və təhlükəsiz ola bilər, amma istifadəsi bir kabusdursa, heç kim ona girməyəcək. Mənbədə verilən tapşırığa diqqət edin. Deyilir ki, Bakıdan İstanbula ən ucuz bileti tapın. QA komandası real istifadəçiləri çağırır, onları kompüter qarşısında əyləşdirir və sadəcə izləyir. Sən ekranda hara tıkladın? Harada duruxub qaldın? Düyməni tapmaqda çətinlik çəkdinmi? Bəli, istifadəçinin hərəkətlərini analiz edirlər. Öz təcrübəmdən deyim, bir dəfə xarici bir aviaşirkətdən bilet alarkən səhvən əlavə sığorta paketi almışdım. Niyə? Çünki xeyr, istəmirəm düyməsini elə solğun, elə gizli bir yerdə yerləşdirmişdilər ki, görmək qeyri-mümkün idi. Bax, məhz bu
pis usability-dir. Əgər istifadəçi sənin menyundə azıb qalırsa, bu proqram kodunun yox, istifadəçi təcrübəsinin, yəni UX-in çökməsidir. Çox yaxşı nümunədir. Əlavə olaraq uyğunluq, yəni compatibility və etibarlılıq, yəni reliability sınaqları da var. Uyğunluq sınağı odur ki, bugün yazdığımız tətbiq iPhone-da başqa, Samsung-da başqa cür görünməməlidir, veb saytımız Chrome-da mükəmməl işləyib, Safari-də dağılmamalıdır. Aha, hər yerdə eyni dərəcədə stabil olmalıdır. Bəli, etibarlılıq isə zamanla bağlıdır. Mühazirədəki hava limanı ekranları misalı fantastikdir. O, uçuş məlumatlarını göstərən ekranlar 7/24 işləyir. Bəzən proqramlar ilk 3 saat yaxşı işləyir, amma günlərlə açıq qalanda arxa planda yaddaş sızması, ingiliscə memory leak dediyimiz hadisə baş verir. Və nəhayət sistem kilidlənir. Ekran donub qalır hava limanının ortasında. Məhz elə, reliability testi proqramın uzun marafona nə qədər hazır olduğunu yoxlayır. Yaxşı, bütün bunlar nə anlama gəlir? Biz nəzəri olaraq nə və necə suallarını cavabladıq. Bəs bu proses real canlı bir layihədə necə cərəyan edir? Gəlin mühazirə qeydlərindəki InBank adlı onlayn bank layihəsi ssenarisini vizuallaşdıraq. Gəlin baxaq. Təsəvvür edək ki, biz bu bank tətbiqini sıfırdan yazıb bitirmişik və sabah istifadəçilərə təqdim edəcəyik. Bugün isə bizim müharibə otağımızdır, war room deyirlər buna və bütün öyrəndiklərimizi tətbiq edirik. Proses necə başlayır? Hər şey bayaq dediyimiz kimi, İlk olaraq insan toxunuşu ilə başlayır. Testçimiz tətbiqi açır, daxil olur və sistemin ən qəribə boşluqlarını axtarır. Məsələn, dostuna pul köçürən zaman məbləğ yerinə -100 manat yazır. Mənfi rəqəm, çox maraqlıdır. Məqsəd odur ki, görəsən sistem bunu qəbul edib mənim balansımı 100 manat artıracaq, yoxsa mənfi məbləğ köçürə bilməzsiniz deyib bloka salacaq. Bu, təmiz insan intuisiyasına əsaslanan manual testdir. Sonra bu yoxlama prosesi əllə bitdikdən sonra komanda Selenium kimi alətlərlə avtomatlaşdırma skriptlərini işə salır. Hər gün arxa planda minlərlə belə virtual əməliyyat edilir ki, sabah kimsə dizaynda nəsə dəyişəndə pul köçürmə sistemi qəfil xarab olmasın. Və əlbəttə, funksional olaraq unit testlər riyazi əməliyyatların dəqiqliyini ölçür. Kimsə 10 manat köçürəndə balansdan tam 10 manat çıxılırmı? Dəqiqliyi çox önəmlidir bank sistemində. İnteqrasiya testləri yoxlayır ki, köçürmə uğurlu olanda həm balans yenilənsin, həm də istifadəçiyə SMS getsin. Əla xülasədir. Bütün bunlardan əmin olandan sonra gəlirik əsas imtahana, qeyri-funksional testlərə. Təsəvvür edin, ayın 1-i, maaş günüdür. Bütün şirkətlər eyni vaxtda maaş köçürür və 100 min müştəri eyni vaxtda M-banka daxil olur. Sistem üçün əsl stres. Bəli, performans testimiz sübut etməlidir ki, bu qədər insanın hər birinə tətbiq ən gec 2 saniyəyə cavab verəcək. Və ya təhlükəsizlik komandamız gecə-gündüz o SQL injection və digər fiber hücum ssenariləri ilə sistemin müdafiə divarlarını yumruqlayır ki, sabah real istifadəçilərin məlumatları oğurlanmasın. Bütün bu mürəkkəb zəncirvari yoxlamaların mərkəzində isə tək bir fəlsəfə dayanır. Hansı fəlsəfə? Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, görərik ki, QA-in məqsədi proqramçıların nə qədər pis kod yazdığını sübut etmək, proqramı sındırıb kimsə günahlandırmaq deyil. Çox vaxt komandalarda QA və developer, yəni proqramçı arasında gizli bir müharibə olduğu düşünülür. Bəli, sanki bir-birlərinin rəqibidirlər. Amma əslində tapılan hər bir xəta, hər bir boşluq, məhsulun mükəmməlləşməsi üçün atılan ortaq bir addımdır. Yaxşı bir testçi olmaq üçün sadəcə texniki bilik kifayət etmir. Analitik düşüncə, detallara dərin, bəzən hətta obsessiv bir diqqət və ən əsası empatiya tələb olunur. Sən davamlı olaraq özünü o tətbiqi istifadə edən yorğun, tələsən, bəzən texnologiyadan çox da başı çıxmayan istifadəçinin yerinə qoya bilməlisən. Bu doğrudan da nə qədər səbr, dəqiqlik və geniş dünya görüşü tələb edən bir prosesdir. Biz bugün junior qeydləri üzərindən əslində rəqəmsal dünyamızın dayaq sütunlarından birini görünməz qəhrəmanların iş masasını təhlil etdik. Onların nə və necə suallarını axtardıqları cavabları fərqli bir rakursdan gördük. Səndən istəyim odur ki, dinləyici olaraq növbəti dəfə telefonundakı hər hansı bir tətbiq heç bir xəta vermədən, çökmədən, sürətlə və rahatlıqla işləyəndə, arxada sənin üçün millərlə ssenarini əvvəlcədən sınaqdan keçirən o görünməz QA ordusunun əməyini xatırlayasan. Biz adətən işlər qaydasında gedəndə onları unuduruq,
Amma onlar hər şeyin qaydasında getməsi üçün oradadılar. İcazə versən, tam yekunlaşdırmadan əvvəl bütün bu danışdıqlarımızı biraz fərqli müstəviyə, şəxsi həyatımıza daşıyan bir sual vermək istəyirəm sənə və dinləyicilərimizə. Təqib buyur. Diqqət etdinsə, biz proqramların xətasız və dayanıqlı işləməsi üçün onları necə dərin stres testlərdən, müxtəlif mühitlərə uyğunluq sınaqlarından keçirdiyimizdən bəhs etdik. Məqsəd həmişə zəif nöqtələri tapıb, onlar bir böhrana, bir fəlakətə çevrilmədən əvvəl həll etməkdir. Bəli, qabaqlayıcı tədbirlər. Bəs görəsən biz bu eyni keyfiyyət təminatı, yəni QE fəlsəfəsini, riskləri əvvəlcədən hesablamaq, qərarlarımızı stres testdən keçirmək yanaşmasını şəxsi həyatımıza tətbiq etsəydik necə olardı? Məsələn, böyük bir karyera dəyişikliyi edərkən özümüzü fərqli ssenarilərdə test edirikmi? Planlarımızın, quracağımız əlaqələrin uyğunluğunu əvvəlcədən yoxlayırıqmı? Çox maraqlı bir yanaşmadır. Həyatımızın hansısa mərhələsinin çökməsinin qarşısını almaq üçün səhvləri, o emosional memorilikləri, yaddaş sızmalarını böhran yaratmadan əvvəl fərq edə bilirikmi? Qısacası, öz həyatınızın manual və avtomat yoxlamalarını necə edirsiniz? Bu, proqramlaşdırmadan çox həyata baxış bucağı kimi düşünülməli bir məsələdir. Vay, bu həqiqətən də təsirli və dərin bir fikirdir. Həyatımızı stres testdən keçirmək. Məncə çoxumuz emosional böhranlar yaşayarkən məhz o həyati QE prosesini atladığımızın fərqinə varırıq. Bunu mütləq düşünəcəyəm və əminəm ki, sən də bu barədə düşünəcəksən. Bugünlük bizdən bu qədər. Ümid edirik ki, bugünkü dərin təhlilimiz sənin üçün də rəqəmsal dünyanın pərdə arxasına baxmaq baxımından maraqlı oldu. Bizə qoşulduğun və zaman ayırdığın üçün təşəkkürlər. Öz sistemlərini həmişə yenilənmiş və təhlükəsiz saxlamağı unutma. Növbəti görüşlərə dək. Hələlik.